Tərpək. Təkər necə oynayırsa, arxa qol söhbəti yoxdur. Sürücümüz də heç narazı yaxşı. Sürücümüz də heç narazı da deyil ki, yəni avtomobilin arxası nə vəziyyətdədir. Görün nə vəziyyətdə, beləncə də işləyir. İndi baxın, qabaq təkərlərə bax. Qabaq təkərlərdə bax, hər şey dəyişilibdir. Bax, görsən çaşqa dəyişilib, razvalın dəyişilib, purjun, sükan sonluğu, şaravo, yəni kürəvlər, bunların hamısı dəyişilibdir. Amma avtomobilə razval verilməyib. Bax, verilmədiyinə görə təkəri görməyinə salıbdır. Sürücümüz deyir, bunu salaq deyir, arxaya bir müddətdə işlədək. Görürsünüz, hər hansı bir teledokda, yəni işlə hissələrdə nəyəsə əl vurdunsa, müddət ki, onu razvala vermək lazım. Təzədə təkərdir. Bax, arxa ilə qabağı bir salıb, görürsünüz, bax, təzədir. Amma baxın, bir həftənin içində günə salıb, məhv edibdir. Amma arxa təkərlərə bax, sağlamdır. Çünki dördü də eyni vurulubdur. Bundan sonra da sənə deyim ki, illə getməsə ilə yaxın gedər. Amma razvala verilmədiyinə görə məhv oldu. Belə. Dörd gözlər deyilərək daş döyəndi. Həqiqətən də daş döyəndi. Baxın, görünlər, avtomobildə bu qədər fəsad var, təkər yerindən çıxır, amma yenə də gedir. Hər bir halda gedir. Qış bilmir, yay bilmir, boran bilmir, gedir. Çox dözümlü avtomobillərdir. Alman kəş yenidən bu avtomobillərdən buraxardı. İndi düşüb Çinin arxasına, Çin gedir. Heç kimsə nəinki Alman, heç Yapon da ona çata bilmir. Qayıt get. Bir də yenidən dörd gözləri, çeşkaları, bunları bırax. Dünya yenə də sənin avtomobilləri alacaq. Amma indi Avro standartları qaldırıb qoysan 6'ya 6 plusa. Heç yanacaq tapıb tökə də bilmirik ona. Heç ehtiyat səslə çatırıb geliyə bilmirik. Təkərləri öz təkəri vurmursan, ramplet təkərlər var. Onu vurmasan təkərlər avtomobil rejimə düşür. Artıq keçibsən incəliyə. Gəlin incəliyə əsas deyil. Əsas orada çörək yapar. Evi dolandıran. Elə bu da onun kimi. Deyirəm, həmin dörd gözün, bax, sizə şamlarını göstərdim, şamın məsafəsinə baxın. Gör nə qədər yeyilibsə, gör nə qədər məsafə ilə verir, bax. Amma yenə də işləyir. Amma Honda Kia sinifində Sveça bir balaca xarab oldusa, neynir? Başlayır karabkalar vurmağa. Elə bilsən ki, mən adam tanıyıram, gedib 2000 manat verib karabka yığdırıb ondan yana, gəlib 4 dənə Sveçasını Honda Kia sinifində. 4 dənə Sveçanı dəyişmişik, düzəlib. Yəni karabkanı dağıtmır ha. Sadəcə skorsulara keçəndə vurur. Baxın, gör Sveça nə günlədirsə, heç baxın, heç elə bu Sveça Honda Kia'da bir gün işləməz. Amma Mercedes'də işləyir. Alman yenidən qayıtmalıdır dörd gözün üstünə. Dörd gözdən başqa onun çıxış yolusu dünya bazarında yer tuta bilməz. Qayıtsın, dörd gözləri təzədən buraxsın, 2-3 dənəsini də mən alacağım.